Bismillah, elhamdülillah, ve salatu ve selamu ala men la nebiyye ba'dahu ve ba'd. Bir yazı gönderip bir kardeşimiz. Onun üzerine kısa, ihtisarla danışmaya çalışacağım biiznillah. Yani yazını Allah'ın izniyle olduğu için okuyacağım. Başlarında deyir ki, bu mesele İslam ümmetinde son dövrlerde tez rast gelinen ve çok mühim bir mevzudur. Biz yalnız Kur'an ve sünneni kabul edirik, ama mezheb, icma, selef yolu lazım değil diyenler, zahiren düzgün danışsalar da əslində bu fikir çok ciddi problemlere yol açır. Aşağıda bu fikrin yanlış olduğunu ve selefin, yani Peygamber sallallahu aleyhi ve sellem'in ve onun sahabelerinin, onların ardınca gelen nesillerin, mütəzə içinde tabi'in ve etva tabi'in yolunu tutmağın vacibliğini gösteren tutarlı deliller vereceğim. Yani ilk başlık budur. Ondan sonra deliller zikr edecek. Önce bu başlık üzerine biraz danışaq. Yani önce bunu demək lazımdır ki, bu fikir değil. Çünkü Kur'an ve sünnet bunu deyir ki, ancak Allah ve Resulüne tabi olun. Ancak Kur'an ve sünnete tabi olun. Bu fikir değil. Bu Kur'an ve sünnetin emridir. Yani bunu fikir diye adlandırmak aslında şuur altı olarak həmin şeyi değerden salmaktır. Yani bu da bir fikir değil. Herkesin bir fikri var. Kimi insanlara şuur altı bir şeyi, düşünceler yeritmek məqsədi daşıyır. Ki bu fikir değil. Ve deyir ki, zahiren düzgün danışsalar da aslında bu fikir çok ciddi problemler yol Yani zahiren düzgün danışırlar, batinen səhv danışırlar. Yani bu necə yanaşmadır ki bu? Deyir ki, selefin virgül koyur, yani Peygamber sallallahu aleyhi ve sellemin ve onun sahabelerinin, onların ardında gelen nesillerin, tabi'in ve etba tabi'inin yolunu tutmağı. Yani Resulullah sallallahu aleyhi ve sellem'i de selef zümresine dahil edirlər. Yani Allah ve Resulü asla ve katiyen Resulullah sallallahu aleyhi ve sellem böyle bir vəsflə vəsf etmemiştir. Resulullah sallallahu aleyhi ve sellem bu ümmetin peygamberidir. Resuludur, nebisidir. Yani ona selef değilmiş. Lügaten geçmiş herkese selef deyilebilir. O başka bir şeydir. Yani onun İslam dinine bir aidiyatı yoktur. Lügatte çok şey var ki o İslam dinine onun yani bir aidiyatı yoktur. Ve sahabeler, tabiinler, etba'ut tabiin, Allah hamdına razı olsun. Yani bu insanlara selef deyilmesi dediğim gibi lügaten caiz olan bir şeydi, ama bize şeriatte yani kimin mekamı mövqeyi nedirse bize o maraqlıdır. Bizim için o önemlidir. İnsanların düşüncesi, yanaşması, insanların öz aralarında razılığa geldiği şeyler bizim için şeriat değil. Sonra müellif, bu yazının müellifi birinci delil, tutarlı delillerinden birinci delil deyir ki, Kur'an'ın özü icmanı, ümumi razılığı mütəzə içinde verip tərifləyir ve təqdir edir. Birincisi, icmanı ümumi razılıq diye yani tanımlamak doğru bir şey değil. Siz hele yani icmanı hüccət sayanların, usul alimlərinin və ümumiyyətlə icmanı hüccət sayan herkesin icmanın tərifində ortak təriflərini zikr edin. Görək ki, icmanı hüccət sayan bütün hər bir şəxslər, alimlər və s. icma onların qatında nədir? Yəni kimin icmasıdır? Nə cür icmadır? İcmanın hüsulu necə mümkün olur? Necə sabit olur? Kimi bu şeylerin cevabını vermeden icmanı ümumi razılık diye tanımlamak bu işten haberi olmayan insanları aldatmaktan ibarettir. İcma ümumi razılık değil. İcmanı hüccət sayanların qatında kiminə görə sahabənin icması, kiminə görə ənsarın icması, kiminə görə ənsar və mühacirin, kiminə görə ümumən sahabənin və s. kiminə görə Əbu Bakr radiyallahu anh vaxtında, Ömərin radiyallahu anh vaxtında olan sahabə icması hüccətdir, sonrakılar hüccət deyil və s. Yəni 100 lirə rəy var. Bu şey hakkında, icma hakkında 100 lira rəy var. Tabii ki 100 de o sayın çoxluğunu bildirir. Biz onu bir saymamışıq. Dəqiq sayı nə qədərdir? Yəni çoxluğunu ifadə edirik. Və Quran-ı Kərimin icmanı, yəni onun adamın təbirlə desək, ümumi razılığı tərifləyib təqdir etməsinin dəlili Nisa surəsi 115-ci ayət imiş. Nisa surəsi 115-ci ayət-i kəriməni dəlil mahiyyətində təqdim edir bu insan və deyir ki, Kur'an'ın özü icmanı, yani ümumi razılığı tərifləri və təqdir edir. Kim özünə doğru yol bəldə olduqdan sonra Peyğəmbərə qarşı çıxar və müminlərin yolundan başqa bir yolda gedərsə, onu yönəldiyi yolda qoyar, cəhənnəmə salarıq, ora nə pis bir dönüş yeridir. Yəni belə bir məal verib, tərcümə verib.
وَمَنْ يُشَاكِكِ الرَّسُولَ مِنْ بَعْدِ مَا تَبَيَّنَ لَهُ الْهُدَى وَيَتَّبِعْ غَيْرَ سَبِيلِ الْمُؤْمِنِينَ نُوَلِّهِ مَا تَوَلَّى وَنُصْلِهِ جَهَنَّمَ وَسَاءَتْ مَصِيرًا. Yani ayet-i bu şekildedir. Kim özünə doğru yol belli olduktan sonra Rəsula müxalifət edər, Rəsula qarşı çıxar, Rəsulla özü arasında bir ayrılıq qoyarsa, şiqaq kəlməsi bir çox mənalara gəlir və möminlərin yolundan başqa bir yola yönələrsə, möminlərdən başqasının yolunu izləyərsə, onu getdiyi yola yönəldərik və cəhənnəmə atarıq. Və saət masır o nəfis dönüş yeridir. Yəni bu ayət-i kərimə bu iddia sahibinin iddiasına görə icmanı tərifləyir və təqdir edir. Allah üçün deyin görə icmanın təriflənməsi bu ayət-i kərimədə hardadır? İcmanın təqdir olunması bu ayət-i kərimədə hardadır? Və sözə gedən ayət-i kərimədə möminlərin yolu qismi ki var. Yəni bu mövzu barədə ümumiyyətlə mən uzun, yəni geniş ətraflı danışmışam. Burada qardaşın sualının üzərinə qısa bir cavab verməyə çalışıram. Müxtəsər olsun, əlimdən gəldiyi qədər. Yəni, möminlərin yolu nədir? Yəni, əgər biz o yolu tutub getməliyiksə, sizin iddianızsa, o yolu biz bilməliyik də nədir? Bilmədiyim şeyi mən necə tutub gedə bilərəm ki? Bilmədiyim yolu mən necə gedə bilərəm? Bu ayətdəki möminlərdən qəsd birincisi kimdir? Deyirlər, sahabələrdir. Yəni, sahabələrdən başqası mömin deyilmi? Yəni, sahabələr də deyirsiniz ki, bu ayət nazil olunmuş, sahabələr var idi, iman gətirənlər. Yaxşı, o zaman tabiinlər hara getdi? Ətbə-ü tabiin hara getdi? Sonraki iman gətirənlər, bunlar bura daxil deyilmi? Daxil deyilsə, hansı dəlilə görə daxil deyil? Daxil desə, nəyə görə yəni daxil deyirsiniz və onların arasını necə ayırırsınız və bütün daxil olan möminlərin yolu nədir? Bu birinci problem. İkinci problem, möminlərin yolu Resulullah sallallahu aleyhi ve sellemin yolundan ayrı bir yoldur, yoksa Resulullah sallallahu aleyhi ve sellemin onlara vermiş olduğu yoldur. Yani bu sualın cevabı çok mühimdir. Birinci sualın cevabı da mühimdir, bu sualın da cevabı mühimdir. Yani sahabelerdir deyirsinizsə, Allah hamısına razı olsun sahabelerin. Sahabelerin özünün ayrıca bir yolu var idi. Yani Resulullah sallallahu aleyhi ve sellemin yolundan ayrı bir yolları var idi, yoksa neydi onların yolu? Yani sahabelere vahiy mi gelirdi? Ya sahabelerin özünün ayrıca bir yolu var idiysə, o yol demek ki, bugünkü insanların anlayışına uygun şekilde diyeyim, alternatif bir yoldur. Bu dinde Allah subhanahu yolundan başka yol mu var? Bu dinde Resulullah sallallahu aleyhi ve sellem'in bize Allah subhanahu ve taala'nın katından getirdiği yoldan başka bir yol mu vardır? Yani bunu necə yani siz kabul edirsiniz? Necə, bu yolu siz necə açıqlayırsınız? Yani bunu bir açıklamasını verebilirsiniz ki, yani onlara vahiy mi gelirdi ki onların ayrıca bir yolu, yok yolları ayrı yol değilse deyirsinizsə, yani desəz ki, yok, müminlerin yolu ki, mən çox soruşmuşam, deyirlər ki, yok, ayrı bir yolları yoktur. Resulullah sallallahu aleyhi ve sellem getdiyi yol gedirlər. O zaman ne güzel. Biz de yeni şey deyirik. Resulullah sallallahu aleyhi ve sellemin yolunu getməkdir. Müminlerin izlediği yol Resulullah sallallahu aleyhi ve selleme qeyd şərtsiz tabi olmaqdır. Bunu biz kitabla, sünnətlə bilirik. Qeyd şərtsiz tabi olmayanların qınandığını da biz kitab sünnətlə bilirik. Yəni bunun örnəkləri çoxdur. Yəni Quran sünnətdən xəbəri olan hər kəs bunu bilir. Bəsit bir örnəyini verərəm. Bəla İbn Azib radiyallahu anh'ın hədisi məşhurdur. Buyurur ki, aleyhissalatü vesselam orada yatağına, yani getdiyin zaman, yatağına yattığın zaman namaz üçün aldığın kimi dəst namaz sağ yanın üstə yapı zikri deyir. Orada Bəla radiyallahu anh deyir ki, mən deyir o zikri təkrarən dedim, yəni əzbərləyib təkrar Resulullah sallallahu aleyhi ve sellem'e deyir ki, yanlışı varsa düzeltsin. Ve orada ve nebiyyikellezi erselte demişti aleyhissalatü vesselam. Cevara deyir, mən dedim ki, ve rasulikellezi erselte. Dedim. Resulullah sallallahu aleyhi ve sellem beni sakat dedi ki, la. Ve nebiyyikellezi erselte. Xeyr dedi. Nebiyyikellezi erselte diyeceksin. Resul ve Nebi kelimesi eyni anlamlı kelimelerdir. Ama Resulullah sallallahu aleyhi ve sellem onu bile değiştirmeye izin vermiş. Quran-ı Kerim'den yani birçok ayetler vermək olar. فَبَدَّلَ ظَلَمُوا قَوْلًا غَيْرَ الَّذ۪ي قِيلَ لَهُمْ. Zulmedenler onlara değilmiş bir sözü başka bir sözle değiştirdiler. Bir sözü değiştiren Allah Subhanahu ve Teala onlara zulmedenler değil ve onlara semadan əzab ve ric, əzab ve murdarlıq indirdiğini, ric kelimesi her iki anlama gelir, indirdiğini haber verir. Allah Subhanahu ve Teala. Şəriətdə heç bir dəyişiklik eləyə bilməz heç kim.
Ve müminlerin de yolu ayrı bir yol değil. Müminlerin yolu itaat ve ittiba yoludur. İnnemâ kâne kavlel mu'minîne izâ du'u ilallâhi ve rasûlihi liyahkume beynehum en yekûlû semi'nâ ve ata'nâ ve ulâikumul muflihûn. Aralarında hüküm vermek için Allah ve Resulüne çağırdıkları zaman müminlerin sözü yalnız eşittik ve itaat ettik demelerdir. Kurtulanlar da məhz onlardır. Ne demelidir? Eşittik ve itaat ettik. Müminlerin yolu budur. Ve biz de bunu deyirik zaten. Yani Nisa suresi 115. ayet-i kerimenin getirip bunu icmaya delil olduğunu insanlara yani kabul ettirmeye çalışmak əbəs bir cəhddir. Bu ayet-i kerime icmadan ümmetle danışmıyor ve bu ayet-i kerimedeki müminlerin yolu Resulullah sallallahu aleyhi ve sellem'e qeyd ve şartsız itaat etmektir ki Nisa suresi 65. ayet-i kerime zaten bunun apaçık göstericisidir. فَلَا وَرَبِّكَ لَا يُؤْمِنُونَ حَتَّى يُحَكِّمُوكَ فِي مَا شَجَرَ بَيْنَهُمْ ثُمَّ لَا يَجِدُوا فِي أَنفُسِهِمْ حَرَجًا مِمَّا قَضَيْتَ وَيُسَلِّمُوا تَسْلِيمًا. Senin Rabbine and olsun ki iman etmiş olmazlar diye Rabbimiz. Hayır. Senin Rabbine and olsun ki iman etmiş olmurlar. Ta o vakte kadar ki aralarında çıkan çekişmelerde seni hakim tayin etsinler. Senin hakim olmağına razılık göstersinler. Razı olsunlar. Sonra senin verdiğin hükme karşı kalplerinde hiçbir sıkıntı duymadan, içlerinde kalplerinde hiçbir sıkıntı duymadan tam teslimiyete teslim olmadıkça iman etmiş olmurlar. Müminlerin yolu budur. Resulullah sallallahu aleyhi ve sellem'e verdiği hükme karşı içlerinde, nəfslərində, qəlblərində heç bir sıxıntı duymadan və tam təslimiyyətlə təslim olmalılar. Müminlərin yolu budur. Bu ayət kəlimələrin hamısını oxuyanda sən nə görürsən ortalıqda? Sahabələrin ayrı yolu var, Resulullah sallallahu aleyhi ve sellem'in ayrı yolu var, belə mi başa düşürsən? Və adam bu ayət kəlimənin ardınca deyir ki, bu ayət çox açıq şəkildə göstərir ki, müminlərin yolundan başqa bir yolda getmək azğınlıqdır və cəza ilə nəticələnir. Müminlərin yolu dedikdə burada sahabələr və onların izindən gedən sələf alimləri nəzərdə tutulur. Yəni Allah üçün hansı sahabə yəni siz dediyinizi deyib ki, buradakı müminlərdən qəsd sahabələrdir və onlar izindən gedən sələf alimləridir. Və bunu siz hardan çıxardırsınız ki, yəni müminlərin yolu eti sahabələrdir, Allah hamısından razı olsun və onların izindən gedən sələf alimləridir. Yəni sələfilərdən başqa bu ümmət ancaq sələfilərdən mi ibarətdir? Yoxsa sələf dedikdə yəni keçmiş nəsilləri qəsd edirsiniz. Keçmiş nəsillərin içində o qədər alimlər var ki, sahabələrdən uzaqdırlar. Sahabələrdən çox fərqli bir yol izləyiblər. Resulullah sallallahu aleyhi ve sellem'in ümmete öğrettiği şeyleri değiştiripler, karşı çıkıplar. Yani onların da mı yoluna tabi olasınız? Yani siz deməli alimləri seçirsiniz. O zaman siz, eğer sizden bu adı bu şətirlərin müəllifindən də sorsan bir sələf alimləri kimlərdir? Özünün seçtiği alimləri təqdim edir. Ben bunu illərdir görürüm. Yani 25 ildə mən bunu görə görmüşəm. Alimlər deyəndə alimlər deyil. Yəni ki, alimlərin adlarını say. Deyir ki, filan kəs. Baxırsan ki, bu bəzi sələfi tayfaların özünü alim qəbul etdiyi insanlardır. Ve her 500 yıldan bir tanesini seçirler yani. 29 yıl yani ben yani iman etmişim, namaz kılıram, 30 yıla yakındı. Sələfi olan minlerle insanlarla karşılaştım. Minlerle insanlarla bu meselelerden danıştım. Alimler deyəndə heç birisi Leys bin Sa'dın adını çəkmədi. İmam Məlikin müasiridir. Çoxu tanımır ümumiyyətlə, heç adını belə eşitməyib. Yani hadis elminde yani bize misilsiz hizmetleri olan, ümmeti bize misilsiz hizmetleri olan yüzlerle alimin adını bile bilmirler. Ama madem siz alimler değilsiniz, bunlar da alimlerdir. Bunları niye siz zikir etmişsiniz? Niye bunların ilminden faydalanmışsınız? Yani Yahya el-Qattan deyirsən, heyrətlər içində sana baxır. Yani A'rac deyirsən, heyrətlər içində sana baxır. Yani Abdullah ibn Mübarək deyəndə bəziləri deyir ki, mücahid olub cihad eləyib. Belə bilir bəziləri. Bir çox, yəni yüzlərlə, minlərlə alimlər var. Ali ibn Mədini deyirsən, o kimdir? Elm tələbəsidir. Tanımırlar. Yəni Əl-Hümeydi deyirsən, bəzi deyir ki, eşitmişəm, deyirsən, hədis kitabı var deyirsən. Xəbərləri yoxdur. Qardaş, bunlar da alimdir də, bunların da kitabları var. Yəni bunlar da sələfdir də, nəsil olaraq bunlar da sələfdir. Bunlar da yəni ümmətə xidməti olan hədis alimlərdir, hədis raviləridir. Bu ümmətə xidmət edirlər, elmi bizə ötürən o mübarək nəslin nümayəndələridirlər. Demək ki, siz alimlər deyəndə sizə təqdim olunan və sizin seçdiyiniz, bəyəndiyiniz təbiri caizsə bəzi alimləri qəsd edirsiniz. Bu da ki, möminlərin yolu dedikdə sahabələr və onların izindən gedən sələf alimləri nəzərdə tutulur.
Yani olsun alim bizim gözümüz başımız üstüne. Ama alimin dediği şeriat değil axı. Biz bu şeye karşı var. Yani Nisa suresi 115. ayet icmanı tərifləyirmi? Sonra deyir ki orada müminler yol dedikdə sahabeler bunların izine gelir sələf alimləri də olur. Yani bu ayette uzaktan yakından icmadan danışılmır. Madem icmaya dəlil getirsən, burada ayette icmadan danışırsan, müminlerin yolundan danışa bilərdin. Orada yəni əlində qəti bir dəlil yoxdur deməyə. Qaldı ki, sahabə radiyallahu anhumun yolu deyirsiniz. Onu da üzərində biz danışdıq. Ki, yəni sahabənin özünün ayrıca bir yol olmuyor. Bu da batıl bir iddiadır ki, onların ayrıca bir yolu vardır. Sonra ikinci tutarlı dəlil, Peyğəmbər sallallahu aleyhi ve sellem öz ümmətinin icmasının azğınlıq üzərində birləşməyəcəyini deyib. Yani cümle biraz böyle qəribə cümlədir. Ümmətim heç vaxt azğınlıq üzərində birləşməz. Sünən İbn Macə hədis 3950 Həsən hədisdir deyir. Bu hədis göstərir ki, ümmətin icması və mütəzə açıb deyir ki, alimlərin və salih möminlərin ortaq görüşü etibarlıdır. Yəni alimlərin və salih möminlər olduğunu, yəni bu ümmət bu iki zümrədən mi ibarətdir? Alim olmayan, məsələn, elm tələbəsi olan, yəni belə də sıradan insanlar, yəni niyə siz burada nəyə əsasən çıxartdınız buradan onu? Çünki hədisdə ümmətim keçir. Ümməti, ümmətim deyəndə hər kəs bura daxildir. Siz buradan təxsis etməyə, bəzi qövmləri, zümrələri buradan çıxarmağa əlinizdə yeni bir hədis olmalıdır, ya da bir ayət olmalıdır. Hanı? Hardan çıxarırsınız bunu? İndi bu yani sahihdir diye, yani Hasan hadistir diye qeyd etdiyi rivayət ki var. Yəni gəlin baxaq. Onu İbn Macə zaten verir. 3950 nömrəli hədis olaraq rivayət etmiş. Eyni şəkildə də İbn Əbi Asim Əs-Sünnə kitabında 84 nömrəli hədis olaraq zikr etmişdir. Və hədisin mədarı da yani Bəqiyyə, bir de Valid, ikisi de Ma'an İbn Rifa'a Selami'den rivayət etmişler. O da deyir ki, Həddəsəni Əbu Xələf Əl-A'ma. Deyir, mənə də Əbu Xələf Əl-A'ma danışdı, Ənəs ibn Məlikdən. İndi baxaq, yəni hədis alimləri nə deyiblər? Bu hədisin ki, mədarı dönüb dolaşdığı yer bir nəfərdir. Deyir ki, Cərh və Tədildə Abdurrahman ibn Əbi Hətim deyir, atasından deyir ki, Həzim İbn Ata Əbu Xələf Əl-A'ma qala Abdurrahman ibn Əbi Hətim səəltü əbi anhu fəqalə şeyxun munkarul hədid leysə bil qaviyyi. İsmini zikr edir adamın, Əbu Xələfin. Deyir ki, Həzim ibn Atadır və Abdurrahman ibn Əbi Hətim deyir ki, atamdan onun haqqında soruşdum. Dedi ki, şeyxdir, hədisi münkar olan birisidir, qüvvətli deyildir. Cərh və Tədildə 278-ə baxa bilərsiniz. Qal İbn Hibban, munkarul hədisi alə qillətihi. Hədisinin az olmasına baxmayaraq, munkarul hədis biz. Bir də var insan çox hədis rivayət edəsin, bəzilərində xəta etsin. Bu adamın isə hədisləri azdır, az olmağına baxmayaraq, munkarul hədisdir. Davamında deyir ki, yəti bi əşyəə lə tuşbihu hədithəl əthbət. Deyir, yəni sabit olan, yəni hafiz sığı olanların hədislərinə bənzəməyən başqa şeylərlə gəlir, rivayət eləyir. Məcruhində 276-da. Və qal Abbas ibn Muhammed Əd-Duri ən Yahya ibn Ma'an ibn Rifa'a zayıf. Yəni Əl-Kamildə 8-337-yə baxa bilərsiniz. Abbas ibn Muhammed Əd-Duri deyir ki, Yahya ibn Ma'an dedi ki, Ma'an ibn Rifa'a zayıfdır. Və qal Yaqub Əl-Fəsəvi Ma'an ibn Rifa'a leynul hadith. Yaqub Əl-Fəsəvi deyir ki, Ma'an ibn Rifa'a leynul hadithdir. Bu da zayıf olduğunu bildirir. Ma'rifə və tarixdə 2451-ə baxa bilərsiniz. Və avrada Uqeyliyyu Ma'an ibn Rifa'ata fi'd-du'afa. Eyni şəkildə Uqeyli də du'afa, yəni zayıf ravilər kitabında bu, yəni bunu zikr etmişdir. 6-132-yə baxa bilərsiniz. 6-132. Və qala Abdurrahman ibn Əbi Hətim səəltu əbi an Ma'an ibn Rifa'ata fəqala Hamsiyyun şeyxun yervi an Əbi Zübeyr və Ali ibn Yazid yuktabu hadithuhu və la yuhtəccu bihi. Abdurrahman ibn Əbi Hətim deyir ki, atamdan Ma'an ibn Rifa haqqında soruşdum. Dedi ki, Hemslidir. Əbu Zübeyrdən Ali ibn Hems, yəni Şamda şəhər adıdır. Və Ali ibn Yaziddən rivayət edir. Hədisi yazılar və onunla ihticac edilməz. Cərh və Tədildə 8-421-ə baxa bilirsiniz. Eyni şəkildə İbn Hibban da zikr etmişdir. Yəni munkarul hadith, yarvi marasil kəthira və yuhaddis an aqvam məcahil. لا يشبه حديثه حديث الأثبات إلى آخر قوله. Məcruhində 1079-a baxa bilirsiniz. Deyir ki, münkarul hədisdir. Yəni çoxlu mürsəl rivayətlər rivayət edir və cahil insanlardan, yəni daha doğrusu cahil yox, məşhur insanlardan
rivayətlərdə bulunur. Hədisi sabitlərin, yəni siq olanların hədislərinə bənzəmir. Yine İbn Adi de El-Kamil'de onu 9. cilt 505'te zikir etmiştir. Ma'ani ve Rifa'nın hakkında demiştir. Ve deyir ki orada 9. cilt 506'da deyir ki ve Ma'ani ibn Rifa'a ammetu ma yervihi la yutabu aleyh. Onun rivayetlerinin neredeyse tamamı, yani ona ya hiçbirinde ona ittiba ediyor, yani mutabaatı yoktu. Yani bundan başkaları bunu rivayet etmez, teş kalır adam rivayetinde. Yani münker rivayetler zikir edilir, danışır. İmam Daraqutni deyir ki, "Garibun min hadith Abi Khalaf, vasmuhu Hazim ibn Ata an Anas, teferrada bihi Ma'ani ibn Rifa'at es-Selami anhu." Etraful Garaib vel Afrad kitabında 1332'de deyir ki İmam Daraqutni, yani bu Abu Khalaf'ın yani hadisinin garib olanlarındandır. Onun adı Hazim ibn Ata'dır. Enes'ten deyir. Bu da bu rivayette yani teferrüt etmiştir Ma'ani ibn Rifa'a. وقال ابن طاهر المقدسي حديث أمتي لا تجتمع على الضلالة فإذا رأيتم الاختلاف فعليكم بالصوات الأعظم يعني الحق وأهله. İbn Tahir el-Makdisi deyir ki, ümmətim zəlalət üzərində toplanmaz. Siz ixtilaf gördüyünüz zaman, yəni böyük çoxluluğa, yəni ona yəni sarılın. Bu da deyir, yəni haqq və onun əhlini qəsd edir. Ravahu Ma'an ibn Rifa'a an Abi Khalafin el-A'ma an Anas və Ma'an və Abu Khalaf zayıfan. Və deməli İbn Tahir el-Makdisi Zəxirətül Huffazda 732'də deyir ki, bu rivayəti Ma'an ibn Rifa'a Abu Khalaf el-A'madan rivayət etmişdir. O da Ənəsdən deyir ki, Ma'an və Abu Khalaf ikisi də zəifdirlər. Yəni həsən hədis deyə insanlara təqdim etdiyin hədis yəni budur. Yəni səhih olan yəni bir yönü, bir tərəfi yoxdur. Və bu hədisdə də yəni sən deyək ki, bunu həsən hədis sayıb yəni ihticac etməyə çalışırsan, ümmətim deyilmişdir. Ümmətim deyəndə ümmətin hər bir fərdi ora daxildir. Hər bir fərdi. Sən oradan yəni hansı bir cümləni çıxartmaq üçün, bir topluluğu çıxartmaq üçün əlində nas olmalıdır ki, bu cümlələr bu ümmətim ləfzindən yəni istisnadır, çıxarılıb. O nas hardadır? Və ümmət zəlalət üzərində birləşməz, əlhamdülillah. Zəlalət üzərində birləşmir, deməli haqq üzərində birləşir. Haqq da Quran və sünnətdə məhduddur. Quran və sünnətin xaricində haqq ola bilməz. Quran və sünnət bütün haqqı özündə birləşdirmişdir. Resulullah sallallahu əleyhi və səlləm bütün haqqı bizə gətirmişdir. Deməli Quran sünnət üzərində birləşir. Zaten sən Quran sünnət üzərində birləşirsən, əlhamdülillah, nə gözəl. Deməli ayət və hədis üzərində birləşirsən də, icma edirsən də olsun da. Yəni Allah Subhanahu taala deyir ki, "Aqimus salah", namaz qılın. Hamı icma etdi ki, namaz qılmaq lazımdır. Nə gözəl. İcma etməsən namaz qılmaq lazım olmayacaq ki. Nə dəyişəcək ki? Yəni adam yəni özü yəni insanın yəni nə dediyinin fərqinə var. Yəni hamı danışır, dediyi şeyin tətbiqini istəyəndə, yəni hamı ortaya bir dırnaqarası nəzəriyyə qoyur. Nəzəriyyəni praktikaya çevirəndə qiyamət qoparırlar ki, yox, nə danışırsan? Sən düz danışmırsan, sən sələf alimlərini inkar edirsən, sən alimləri təkfir edirsən, sən sahabeləri inkar edirsən. Məsələn, qardaş, məni qoy qırağa, sən öz dediyin şey deyən tətbiq elə. Niyə eləmirsən? Sən dediyin şey budur da, niyə tətbiq eləmirsən ki bunu? Niyə yaşamırsan bunu? Və burada da yəni adam bu hədisi zikr edir və deyir ki, bu isə sələf alimlərinin birgə tutduğu yolun da etibarlı olduğunu sübut edir. Yəni sələf alimlərinin birgə tutduğu yol birincisi yoxdur. Yəni bir məzhəbin içində belə alimlər bir-birindən ixtilaf edirlər. Bu bir. İkincisi alimlərin tutduğu yolu hardan çıxartdı? Bəs bayaq dedim ki, oradakı möminlərin yolundan qəs sahabelərin yoludur. Nə oldu? Dəyişdi 2 dəqiqənin içində. Bir bənd sonra dəyişdi, eləmi? Sonra üçüncü tutarlı dəlil Resulullah sallallahu aleyhi ve sellem fırqaların, belə də yazıb, yəni firqələrin yaranacağından xəbər verib və bir qrupa tabi olmağı əmr edib. Bax, belə də deyir, bax. Yazdığın hətta hərf-hərfini oxuyun. Peyğəmbər mötərizə s.ə.s fırqaların yaranacağından xəbər verib və bir qrupa tabi olmağı əmr edib. Bunu deyir və ardınca da hədis zikr edir. Və rivayəti zikr edir. Yahudilər 71 firqəyə, Xristianlar 72 firqəyə bölündü. Mənim ümmətim isə 73 firqəyə bölünəcək. Onlardan yalnız biri nicat tapacaq. Dedilər, ey Allahın Rəsulü, o hansıdır? Buyurdu, mənim və sahabələrimin olduğu yol ilə gedənlər. Burada rivayət bitir. Sünən Tirmizi, hədis nömrə 2641, səhihdir. Elə də yazıb. Və yəni başda dedi ki, bax, üçüncü yəni tutarlı dəlil və bir qrupa tabi olmağı əmr edib. İndi o qrup hansıdır bu hədisdə?
Resulullah sallallahu aleyhi ve sellem ve sahabelerimin üzerinde olduğu yol. Yani o gruptur o kardeş. Yani onu mu demək istəyirsən? Və davamında deyir ki, 3-cü tutarlı maddənin dəlilin davamında deyir ki, bu hədis bir daha göstərir ki, Peyğəmbər sallallahu aleyhi ve sellem və sahabelərinin yolu, yəni sələfin yolu nicat yoludur. Təkcə Quran və sünnə deməklə kifayətlənmək deyil, onu sələfin anlayışı ilə başa düşmək vacibdir. Yəni insanların gözünə kül üfürməkdir bu. Yəni mən hədisin səhihliyini, zəifliyini mövzusuna heç girmirəm. Deyək ki, bu hədis səhihdir. Sadəcə bir dənə bu ləfsi var, bu rivayəti var. Ki, zaten belə danışan insanların içində mən təhqiq əhli görmədim. Burada da görmürəm, yəni təhqiq yoxdur. Yəni önünə çıxanı ola bilsin ki, hansısa birindən kopyalayıb, qoyub bura danışır. Allah ən doğrusunu bilir. Yəni verdiyin rivayətlə sənin üzərində danışdığın şey əlaqəsi yoxdur. Bir qrupa tabi olmağı əmr edib. Yəni elə deyil axı. Bu rivayətdə soruşulanda deyir ki, "Mə ana alayhil yevmə və ashabi." Bu gün mənim və əshabımın üzərində olduğu şey. Resulullah sallallahu əleyhi və səlləm sizin yəni istidlalınıza görə deyirəm. Bunu deyərkən Resulullah sallallahu əleyhi və səlləm və əshabı nəyin üzərində idilər? Və bir dənə bu sualıma mənim Allah üçün, Allahdan qorxaraq bu sualıma cavab verin. Sizin iddianızda bu hədis səhihdir. Sizin iddianız üzərine danışıram. Resulullah sallallahu aleyhi və səlləm bu hədisi deyən anda Resulullah sallallahu aleyhi və səlləm və əshabı nəyin üzərindəydilər? Quran sünnət üzərində deyildilər, qardaş. Yalnız Quran və sünnəyə tabi deyildilərmi? Yoxsa sələfin fəhminə tabi idilər, yoxsa sahabələrin yoluna mı tabi idilər? Yəni Resulullah sallallahu aleyhi və səlləm mə ənə aleyhil yevm. Bugün mənim və əshabımın üzərində olduğu yol. Üzərində olduğu şey. Mənim. Resulullah sallallahu aleyhi və səlləm sahabələrin yolu üzərində idi. Yəni bu siz nə danışdığınızın fərqinə varırsınızmı? Yəni dediyiniz şeylə, dediyinizə dəlil gətirdiyiniz şeyi siz oxumursunuzmu? Üzərində düşünmürsünüzmü? Yoxsa hamını belə düşünməz, üzr istəyirəm, taxtabaş mı zənn edirsiniz? Rivayətdə üzərində olan şey də keçir. Bu deyir ki, sələfin anlayışı ilə başa düşmək vacibdir. Hardan çıxartırsan bunu qardaş? Yəni bu rivayətə dəlil danışsa, bu rivayətdə fəhm ilə başa düşmək yoxdur axı. Siz necə din anlayırsınız? Insanları necə öyrədirsiniz qardaş? Yəni bu nətər öyrətməkdir ki? Bu necə öyrətmək tərzidir bu? Bu nə yanaşmadır? Sən qarşıdakı insan nə hesab edirsən? Axmaq mı hesab edirsən? Düşüncəsiz, qanmaz mı hesab edirsən? Adam sənə deməzmi ki, sən mənim gözümə nə kül üfürürsən? Burada harda var ki, sələfin anlayışı ilə başa düşmək? Harda var? Keçirik 4-cü tutarlı dəlillə. Sələf alimlərinin yolu Quran və sünnənin ən doğru anlaşmasıdır. Sələf alimlərinin yolu Quran və sünnənin ən doğru anlaşmasıdır. 4-cü tutarlı dəlilin başlığı budur. Davamında deyir ki, əgər hər kəs Quran və sünnəni özü bildiyi kimi anlayarsa, bu 100 fərqli fikir, 100 fərqli din demək olar. Sələf alimlərinin mötərizə açır. İmam Əbu Hanifə, Malik, Şafi, Əhməd ibn Həmbəl və digərləri yolu Quran və sünnəni ən təmiz və bidətlərdən uzaq şəkildə anlaşmasını təmin edir. Bu 4-cü tutarlı dəlil buydu. Burada bitdi. Sonra da yenə 5-ci və sonuncu tutarlı dəlil olacaq. İndi o 5-ci keçmədən bu 4-cü tutarlı dəlilin üzərində danışım. Yəni nə ayət var, nə hədis var. Adam öz fikrini qoyub. Adamın öz fikri tutarlı dəlil imiş. Deyir ki, sələf alimlərinin yolu Quran və sünnənin ən doğru anlaşmasıdır. Əslində anlaşılmasıdır deməli idi. Bu texniki səhv hamımızda olur. Sadəcə olaraq cümlənin anlaşılması üçün deyirəm. Ki, cümlənin düzgün anlaşılması üçün yazılmalıdır ki, Quran və sünnənin ən doğru anlaşılmasıdır. Və ya da Quran sünnənin ən doğru anlamaq yoludur. Əgər hər kəs Quran və sünnəni özü bildiyi kimi anlayarsa, yaxşı, hər kəs özü bildiyi kimi anlayarsa, yanlışdır sənə görə. Ki, mənə görə də yanlışdır. Yəni, mənim öz fikrim olmur şəriətdə. Sadəcə olaraq Quran sünnətdə həri öz başı ilə anlasın deyə bir şey yoxdur. Allah və Rəsulun nə deyibsə, ona tabi olacaqsın. Yəni, mən belə anlayıram, mən namazı dua kimi anlayıram, mən namaz qılmıram və s. Belə bir şey yoxdur yəni. Şəriətdə elə bir şey yoxdur. Allah subhanahu teala kitabı nazil edib, bu kitabı açıqlayıcı olan, o kitabın əməli tətbiqi olan sünnəti də verib, Resulullah sallallahu aleyhi ve sellem o da bizə bunun hamısını öyrədib. Yəni, sənin öz anlayışın, mənim öz anlayışım deyə bir şey şəriətdə yoxdur. Deyir ki, 100 fərqli fikir, 100 fərqli din olur. Yaxşı, yəni burada rəqəmdə mi problem var? Yəni, 100 dənə olmaz, amma 44 dənə olar, elə mi? Yəni siz ümməti 4 məzhəb adı altında 44 yerə bölmüşsünüz, bu olar. Bu fərqli şey deyil. Amma
yəni birisi çıxıb desə ki, biz ancaq Quran sünnəyə tabe olmuşuq, olmalıyıq. Bu ümməti parçalamaq olur, 100 dənə yerə bölünür. Yəni ümməti bölən birincisi sizlərsiniz. 4 məzhəbin 4-ü də haqdır. Sələfin haqq yolu. Sələfilər öz aralarında yüzlərlə firqəyə bölünüblər. Azərbaycan kimi kiçik bir dənə ölkədə sələfilərin bəlkə də bir 30 dənə, 40 dənə qolu var. Siz bölməmisiniz ümməti. Yəni Quran sünnəyə tabe olmalıyıq deyənlər bölüblər. Bu nətər olur ki? Bu necə olur yəni? Yəni sizə halaldır, bizə haramdır. Yəni bu necə olur ki? Yəni sizin ayrıcalığınız nədir ki? Allah Subhanahu sizə bir ayrıcalıq mı verib ki, siz ümməti bölüb parçalaya bilərsiniz? Tarix boyu ümmətin qanını axıtmağa sizin haqqınız çatır. Sizə görə heç bir problem yoxdur buna görə sizin üçün. Amma sadəcə Allah və Rəsuluna tabe olmaq lazım deyənlər ümmətdən arasında fitnə çıxardır, ümməti bölürlər. Ümməti bölən sizlər deyilmisiniz? Ümməti bölən Əbu Hənifə deyilmi? Əbu Hənifə üsyan qaldırmışdı İraqda. Sərhəddə Mıssız şəhər, Mıssız bölgəsində xristianlara qarşı savaşan müsəlmanlar can verirdilər müsəlmanların sərhədlərini qorumaq üçün. Əbu İshaq Əl-Fəzərinin nəqlini gedib oxuya bilərsiniz. Abdullah ibn Əhməd Əs-Sünnə kitabında zikr eləyir. O da Bağdadda İslam dövlətinin daxilində üsyan qaldırmışdı hakimə qarşı. Silahlı üsyan qaldırmışdılar. Ümməti bölən bunlar deyilmi? Əbu Hənifənin haqqında bu zikr etdiyin alimlərin və digər alimlərin sözlərini oxu. Kənə murciən yaras seyfə deyirlər. Məşhurdur Əbu Hənifə. Murciə idi deyirlər və qılıncla qarşı çıxmağa caiz görürdü. Ümməti bölən onlar deyil, biz bölmüşük ümməti, eləmi? Əbu Hənifənin özünün öz anlayışı yoxdurmu? Əhmədin öz anlayışı yoxmu? Hərəsinin öz anlayışı var. Niyə onlar 4 yerə bölə bilərlər? Sizin anlayışınız da deyirəm ki, onlar ümməti yəni bölməyiblər. Yəni onların sözlərini özünə bəhanə eləyib bölənlər bölüblər. Amma faktiki olaraq ortada olan nədir? Yəni Şafilər, Həmbəllər, Hənəfilər, Maliklər 4 yerə bölünmək olar, amma 100 yerə bölünmək olmaz. Niyə? Kim sizə o haqqı verib ki? Əgər sizə 4 yerə bölünmək haqqı verilibsə, o haqqı məndən kim alıb? Yox, sizə verilməyibsə, əlhamdülillah, niyə bölürsünüz o zaman? Niyə parçalıyorsunuz? Yəni bu 4-cü tutarlı dəlillər. Bax, nə ayət var, nə hədis var. Yəni Quran və sünnənin ən təmiz və bidətlərdən uzaq şəkildə anlaşılmasını təmin edir. Yəni Əbu Hənifənin fətvalarını oxuyan, Əbu Hənifənin sözlərini oxuyan adam, yəni ən təmiz və bidətlərdən uzaq şəkildə anlaşmasını təmin olunur. Resulullah sallallahu aleyhi ve sellem hədislərini rədd eləyən, hədislərə istehza eləyən, onu donuzun quyruğu ilə sil deyən Əbu Hənifənin anlaması gözəldir. Resulullah sallallahu aleyhi ve sellemin etdiyi əmələ eyvana işgəncə vermək deyən adamın sözü gözəldir. Resulullah sallallahu aleyhi ve sellemin əmrindən israfdır deyən Əbu Hənifənin sözləri gözəldir, təmiz anlaşmadır. Amma Quran və sünnəyə tabe olmalıyıq deyən insanların sözləri doğru deyil. Zahirən doğrudur, batinən yanlışdır. Çox tutarlı dəliliymiş. 5-ci tutarlı dəlil. Sələf alimlərinin özləri də icmaya tabe olmağa çağırırdılar. İmam Əbu Hənifə demişdir, əgər bir məsələ barəsində sahabələrin ittifaqı varsa, mən o icmanı buraxıb başqasını götürmərəm. İmam Əhməd ibn Həmbəl icma azğınlıqdan qoruyan bir sipərdir. 5-ci tutarlı dəlildə bu iki qovul var. İmam Əbu Hənifə dediyin şəxs 3 nəfər sahabəni cərh edir. Əbu Hüreyrə, Ənəs ibn Məlik, Samura ibn Cündub radiyallahu anhum. 3 sahabənin, yəni sözün götürmür, amma icmanı. Yəni 3 dənə sahabəni, bu ümmətin yəni göz bəbəyi, baş tacı olan sahabələr və sahabələrin də içərisində Seyyidül Hüffaz olan, hafizlərin əfəndisi olan Əbu Hüreyrə, bu ümmətin göz bəbəyi olan Ənəs ibn Məlik kimi, Samura ibn Cündub kimi insanları sıra dışı, saf dışı buraxan türklər demişkən, yəni ortadan çıxaran Əbu Hənifənin yəni icma götürməsi bizə örnək imiş, eləmi? İmam Əhməd icma azınlıqdan qoruyan bir sipərdir. Bu nəsihət ola bilər. Yəni ümmətin bir araya birləşməsi və s. İmam Əhmədin yəni çox sözü var. Allah ona rəhmət etsin. Yəni bu dəlil olmaz axı. Bu nəsihət ola bilər insanlara. Çünki bu qəbildə bundan gözəl o qədər alimlərin sözləri var ki, nəsihət olaraq gözümüzün başımızın üstünədir. Bu da mövzu. Sən dəlil gətirəcəksən deyirsən, Əhməd ibn Həmbəlin sözünü gətirirsən. Yəni Əbu Hənifənin sözü, Əhmədin sözü dəlildir şəriətdə. Tutarlı dəlil buydu. Və sonda da deyir ki, nəticə, dırnaq açır, biz sadəcə Quran və sünnəni qəbul edirik, amma sələfin yolunu, icmanı istəmirik demək ziddiyyətlidir. Çünki Quran və sünnə elə sələfin yoluna sarılmağı, icmanı qəbul etməyi əmr edir. Quran və sünnə hər kəsin öz başına yozacağı kitablar deyil. Onların doğru başa düşülməsi üçün sələfin anlayışına və icmanın razılığına ehtiyac var.
Burada bitti müəllifin sözü. Yəni burada zaten deməsi ki, belə demək ziddiyyətlidir, absurd bir sözdür. Sənin cümlənin ümumiyyətlə yazılmağa dəyəri olmayan bir cümlə. Bu cümlən ki var. Biz sadəcə Quran və sünnəni qəbul edirik, amma sələf yolunu, icmanı istəmirik demək ziddiyyətlidir. Yəni sözün başı ilə sonu arasında ziddiyyət var ki, icma başqa bir şeydir, sələf başqa bir şeydir, Quran və sünnə tamamilə başqa bir şeydir. Niyə ziddiyyətdir? Harası ziddiyyətlidir ki bunun? Və çünki Quran və sünnə ilə sələfin yoluna salınmağı, icmanı qəbul etməyi yalan deyirsən. Harada sən heç bir dəlil gətirmədin. Quran və sünnə harada deyir ki, sələfin yoluna sarılın, icmanı qəbul edin? Harada? Harada var burada? Hansı ayətləri icmanı qəbul edin? Hansı ayətləri sələfin yoluna sarılın? Sahabələrin yolunu deyirsə, sahabələrin yolunu gidib oxuyun, öyrənin, görün sahabənin yolu necədir. Sahabənin yolu buydur ki, Rasulullah sallallahu aleyhi ve sellem sözünün qabağına söz deyəni deyir ki, izin ver, boynun vurun. Sahabənin yolu buydur. Rasulullah sallallahu aleyhi ve sellem'in sözünün qabağına söz deyən biri çıxan kimi həmən qalxır duran sahabə ki, izin ver, bu münafiqin boynunu vurum. Sahabənin yolu buydu. Siz o sahabələrdən çox-çox uzaqsınız. Yalan deyirsiniz və insanları da aldadırsınız. Aldatmayın bu insanları. Quran və sünnət nə deyirsə onu deyin. Siz deməyin, əlbəttə siz Quran sünnətdən heç danışmayın. Quran sünnət var, elhamdülillah, onu çatdıran alimlər də var, elm əhli də var, tələbələr də var, haqlayan insanlar var. Siz ümumiyyətlə danışmayın. Gedin dağlarda qoyun otarın. Yəni siz edə bilsəniz, ki, qoyun otarmaq da bir mərifətdir. Qoyun otarmaq da bir qabiliyyət tələb eləyir. Bəlkə qoyun otara bilərsiniz dağlarda. Siz Quran sünnətdən danışmayın. İnsanları bu qədər aldatma, insanları gözü görə cəhənnəmə göndərmək, yəni bu heç bir vəchlə bağışlanacaq bir şey deyil. Bu əbədi müqəddəratdır. İnsanları saptırmağı buraxın. Quran sünnəyə sarılan kimsə, Quran sünnəyə sarılmışdır. Ondan qeyrisinə sarılan kimsə zəlalətdən başqa bir şey əldə etməyəcəkdir. Və axırı davana elhamdülillahi rabbil alemin.